Həyatımızın hər anında var olan stres bizim duyğularımıza, düşüncələrimizə, davranışlarımıza və bədənimizə təsir edər. Yaşamımızın ayrılmaz bir parçası halına gəlmiş olan stresi idarə etmək artıq fərz olmuşdur. Çünki bu idarə bizə doğru seçimlər etməyə və stres anında doğru şəkildə hərəkət etməyə yönləndirəcəkdir. Həmin insan stres anında daha sağlıqlı, daha təmkinli və daha uyğun davranışlar sərgiləyəcəkdir. Stresi idarə etməzsək, daha da çox stresə səbəb olacaq hadisələrə yönələrik. Yaşamımızda doğru addımlamamız üçün nəzarət bizim əlimizdə olmalıdır. Bəs mən nə zaman stres yaşayıram sualına ən doğru cavabı bədəniniz verəcəkdir. Bədəninizə yönəlməyi və onu oxumağı öyrənin. İlk addım olaraq özünüzə zaman ayırın. Bədəninizi dinləyin və onun istəklərini qarşılayın. Çünki özünə, bədəninə və ruhuna zaman ayırmamaq ən böyük stres mənbəyidir. Bundan qorunmaq üçün dinləndiyin qədər çalış, çalışdığın qədər isə əylən. Daha sonra yerinə yetirilməsi mümkün olan planlar qur. Etməli olduqlarına yönəl və onları bir-bir həyata keçir. Son olaraq isə həll yönümlü ol. Yəni, hadisənin problemli yönlərinə deyil, həllinə yönəl. Həll et ki, stres aradan qalxsın.